İzahlı test 78-ci isə 5-ci sinif ingilis dili. Read the passage and answer the question. Mətni oxuyun və suallara cavab verin. There are not so many holidays in Great Britain as in other European countries. Başqa Avropa ölkələrində olduğu kimi Böyük Britaniyada elə də çox bayramlar yoxdur. Some holidays in Britain last only 3 days. Bəzi bayramlar Britaniyada yalnız 3 gün çəkir. And people usually like to go to the seaside towns. Və insanlar dəniz kənarında olan şəhərlərə getməyi xoşlayırlar. These towns have many hotels. Bu şəhərlərin çoxlu otelləri var. If the weather is fine, people go to the beach where children play, eat ice cream or swim. Əgər hava yaxşı olarsa, insanlar çimərliyə gedirlər, haradakı uşaqlar oynayırlar, dondurma yeyirlər və yaxud üzürlər. A lot of people like to sunbathe. Çoxlu insanlar günəş vannası qəbul etməyi xoşlayırlar. In the evening and when it's raining, people go to the discos, theaters, dance halls. Gecələr və haçansa yağış yağanda insanlar diskotekaya, teatra və rəqs zallarına gedirlər. Foreign tourism is also very popular. Xarici turizm də həmçinin çox məşhurdur. Millions of people spend their holidays away from home. Milyonlarla insanlar öz bayramlarını kənarda keçirirlər. Və mətnə aid suallar var. The passage is mainly about mətn nə haqqındadır? The fine weather, European countries, discos, holidays in Great Britain. Which question has no answer in the passage? Hansı sözün mətnində cavabı yoxdur? Hansı sualın cavabı yoxdur? Üçüncü sual. Which word in the passage means to sit or lie in the sun? Hansı söz mətnində uzanmaq, günəş altında uzanmaq mənasını verir? Dördüncü sual. Choose the correct sentence. Düzgün cümləni seçin. Bu sualların cavablarını şərh bölməsində yazarsınız.